Salam əziz tamaşaçılar. Haqqın Dərgahı verilişinin növbəti buraxılışında hər birinizi xoş gördük. Bu dəfəki buraxılışımızda uşaq tərbiyəsi haqqında danışacağıq. Cəmiyyətimizin mənəvi dəyərləri qorumağa çalışan ailələrin həssaslıqla üzərində durduğu bir məsələdir. İslam dini, İslam təlim-tərbiyə anlayışında övladların sağlam şəkildə yetişdirilməsi və gələcəyə xeyirli insan modeli ilə çatması üçün hansı təklifləri bizə bildirir? Bugünkü mövzumuz məhz bu məsələyə həsr olunub. Həmsöhbətim Bakı İlahiyyat Kollecinin direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Əhmədzadədir. Faiq müəllim, xoş gördük. Xoş gördük Kəsən müəllim. Faiq müəllim, bugün sizinlə müzakirə edəcəyimiz mövzu uşaq tərbiyəsi haqqındadır. Siz özünüz bu sahədə illərdir müəllim kimi fəaliyyət göstərirsiniz. Müxtəlif yaş qruplarından olan tələbələrlə, şagirdlərlə işləmisiniz. Və eyni zamanda bugün cəmiyyətimizdə dəyərləri mühafizə eləmək istəyən ailələrin, şəxslərin, bəlkə də ən çox diqqətində olan mövzulardan biri məhz uşaq tərbiyəsidir. Övladlarımızı necə yetişdirək, necə tərbiyələndirək, onları gələcəyə sağlam nəsillər kimi, sağlam fərdlər, mənəviyyata, dəyərlərə sahib fərdlər kimi necə yetişdirək şəklində qayğılar, istər-istəməz hər kəsin ağlında mühüm yer tutur. Bizim mənəvi dəyərlərimizin özəyini təşkil edən İslam dini, inancımız, Quran-ı Kərim, Həzrəti Peyğəmbər övladların tərbiyəsi barəsində nə deyir? Uşaq tərbiyəsi insan həyatının ən məsuliyyətli, ən mühüm, bəlkə də ən həssas sahələrindən biridir. Biz uşaqları sadəcə savadlı yetişdirməməliyik. Bununla yanaşı, uşaqlara xoşbəxtlik hissini də yaşatmalıyıq, məsuliyyət hissini aşılamalıyıq. Bunun üçün Quran-ı Kərimdə və hədislərə baxsaq, bu mənada həddən artıq çox tərbiyəvi metodlarla bağlı məlumatlar əldə edə bilərik. Məsələn, Quran-ı Kərimin bir ayəsində belə buyurulur, Təhrim surəsi 6-cı ayədə: Ey iman gətirənlər, özünüzü və ailənizi odunu insanlar olan alovdan, atəşdən qoruyun. Odunu insandan olan atəş nədir? Təbii ki, cəhənnəm alovu nəzərdə tutulur burada, lakin ailəmizi necə qoruyaq bundan? Hansı prinsiplərə əsaslanaraq bunun üzərində dayanmalıyıq? Başqa bir hədisdə belə buyurulur, Rəsulullah sallallahu aleyhi və səlləm qeyd eləmişdi ki, övladlarınıza verə biləcəyiniz ən üstün şey tərbiyədir. Bir ayədə diqqətinizi çəkmək istəyirəm. Quran-ı Kərimin Loğman surəsinin 12-17-ci ayələri arasında Loğman öz övladına bir çox nəsihətlər verir. Bunun içərisində dini anlayış var, bunun içərisində insanlarla münasibət var, bunun içərisində insanın şəxsi özünü inkişaf psixologiyası var. Diqqət eləsək, sanki bu bir səhifə, Quranın bir səhifəsi insan həyatının, övladları tərbiyə etməsindəki kodları xüsusi şəkildə qeyd edir. Ya bu nəyə? İnnəhə intəku mithqalə həbbətin min xardalin. Bir xardal dənəsi qədər bir iş görsən, yaxşı və ya pis, fərqi yox. Fətəkun fi saxratin, av fis səməvati, av fil ərli. Onu göydə saxlasan, səmalarda, istir bir qayanın dibində gizlətsən, istir yerin dibinə batırsan, yəti bihallah. Allah onu sənin qarşına gətirər. Bu nə deməkdir? Bu anlayışı uşaqlara izah eləməyə çalışsaq, bu tərbiyə yönündən uşaqlara doğru yola, mənəvi duyğulara yönəltsək, düşünün ki, onların kiməsə qarşı mənfi münasibət bəsləmə hissi olarmı? Əsla olmaz. Bu arada Həzrəti Əlinin bir sözünü xatırlamaq istəyirəm. Bu, uşaq tərbiyəsi ilə bağlı
ən mükəmməl sözlərdən biridir. Eyni zamanda müasir dövrümüzə də çox uyğundur. Həzrət Əli əleyhissalam buyurmuşdur ki, "Lə tuəddibu əvladakum bi əxlaqikum." Öz övladlarınızı öz əxlaqınıza uyğun tərbiyələndirməyin. Aha. Nəyə uyğun? Bu da fərqli bir Li'annahum xuliqu li zamani qeyri zamanikum. Onlar sizin zamanınıza görə yaradılmamışdır. Yəni uşağa bir şeyi despot olaraq zorla mən belə idim, sən də belə olmalısan, mən filan işləri gördüm, sən də bu işləri gör, mən filan ixtisasın sahibi idim, sən də bu ixtisasın sahibi olmalısan, mənim keçdiyim mərhələləri keçməlisən deyə zamana görə dəyişiklik var. Diqqət edirsə, bizim yetişdiyimiz zamanda çox təəssüflər olsun, 1-ci Qarabağ müharibəsinə rast gəlindi və bir çox məğlubiyyətlərlə üzləşdik. Amma bugün artıq zəfərlə qarşılaşırıq. Zəfər qazanmış bir nəsildən söhbət gedir. Biz keçmişimizlə onlara nəyisə məcbur eləyə bilmərik. Hədis davam eləyir. Əddibu əvladakum li zamanihim. Övladlarınızı öz zamanlarına görə yetişdirin. Haqq hökmüdar Allah hər şeydən ucadır. Ondan başqa ibadətə layiq olan heç bir məbud yoxdur. O, şanlı ərşin Rəbbidir. Kim Allahla yanaşı, haqqında özünün heç bir dəlili olmadığı başqa bir məbuda ibadət edərsə, onun cəzasını Rəbbi özü verəcəkdir. Şübhəsiz ki, kafirlər nicat tapmazlar. Mənəvi dəyərlər, inancımızdan qaynaqlanan dəyərlər hər zaman keçərlidir. Əsas olan onu gələcək zamana uyğun formada mənimsəyə bilməkdir. Bax, burada mən ailələrin roluna gəlmək istəyirəm. İstərdim, bax, bu məsələdə mövqeyinizi bildirəsiniz. Ailələr bu işdə, bu tərbiyələndirmə işində necə rol alır? Biz bilirik ki, artıq müasir cəmiyyətdə tərbiyələndirmə vasitələri, uşağın tərbiyə götürəcəyi vasitələr, kanallar bir-birindən çox fərqlidir. Ailədə düzgün tərbiyələndirmə üçün hansı addımlar atılmalıdır, hansı yaşlardan etibarən nələr edilməlidir ki, bax, o təməl sağlam şəkildə qurula bilsin? Bu haqda danışmaq üçün təbii ki, bizim pedaqoji fəaliyyətimiz də çox böyük rol oynamalıdır. Valideyn sadəcə uşağın suyunu, yeməyini verən bir varlıq deyil. Eyni zamanda da pedaqoq olmalıdır. Çünki sadəcə müəllimin üzərinə atmaq, sadəcə cəmiyyətin üzərinə yükləmək, o məsuliyyəti övladı ilə bağlı düşünmək çox böyük bir yanlışlığa gətirib çıxardar. Uşaq şuurlu bir varlıqdır. Uşaq digər canlılardan seçilir. Onu digər canlılarla eyni kateqoriyaya qoyan insanlar və ya qoymağa çalışan insanlar o zaman çox böyük çətinliklərlə qarşılaşır. Nə etməlidir? Eyni zamanda uşağa öyrətməlidir. Ədəbiyyatımızda Dədə Qorqud dastanında da belə bir düşüncə var. Övladı atasına etiraz edir. Atası deyir, biz axı ovlayan bir nəsil idik, qılınc qurşanan nəsil idik. Sən çiçək toplayırsan. Uşaq qarşılığında etiraz edir ki, sən mən nə zaman ova apardın, nə zaman qılınc qurşanmağa təşviq elədin filan. Bu nəyi göstərir? Biz eyni zamanda ona öyrətməliyik, bir valideyn kimi. Ona görə pedaqoji tərəfi çox önəmlidir. Ailə mühitinin uşaq tərbiyəsindəki rolu ən önəmlisi nümunədən gəlir. Deyirlər ki, uşaqları dəyişdirməyin, siz özünüzü dəyişdirin, uşaq özü dəyişiləcək. Sizə baxıb Bəli, dəyişəcək. nümunə olmaq ən gözəl versiyadır. Əgər evdə aqressiyanı təşviq edirəmsə və yaxud da tam tərsi evdə sevgi və ehtiram, birlikdə yaşaya bilmə anlayışını, ədalət faktorunu yaymağa çalışıramsa, uşaq etdiyim şeyin qarşılığını verəcək. Dəyərlər və mədəni kimlik üzərinə durmaq lazımdır. Əgər bizim üçün
öz valideynlərimizə hörməti uşağa göstərsək, valideynlərimizə olan dəyəri artırdığımızı uşaq bizdən görsə, övladımız, o zaman o da öz valideyninə qarşı böyüyəndə o dəyəri göstərməyə başlayacaq. Uşaq evin güzgüsüdür deyib atalarımız. Müasir dövrdə iki əsas məsələ ön plandadır. Bir, ailə qazancını əldə etmək və mümkün qədər daha çox qazanmaq, mümkün qədər daha çox yerdə işləmək. Ev və ailə unudulur, insan özünü işə həsr eləmiş olur. Bu birinci problemdir. Təbii ki, uşaq kimdən götürəcək? Ya valideyndən, ya da kənardakı insanlardan. Valideyni görməyincə məcburən kənardakı insanlardan götürür. Hətta belə bir nümunə də çəkim. Əgər praktik nümunələrdən danışmaq istəyirəm, əgər uşaq televiziyada mütəmadi olaraq eyni şeyi izləyirsə, onun şəklini çəkməyə başlayır. O aqressiv bir şeydirsə, aqressiv şəkil çəkir. Fərq mən, belə demək olarmı? Uşaqlarda adətən bu əxlaqi dəyərləri ağılla, şuurlu şəkildə qəbul etməkdən çox təqlid ön plandadır. Təqlidə əsaslanır. Bu bütün pedaqoji fəaliyyətlərdə bu şəkildədir Kövsər müəllim. Bir musiqini öyrənmək istəyiriksə, pianoda ifa eləmək üçün öncə klassik əsərləri təqlid edirik, sonra öz yaradıcılığımızı onun üzərinə qoymağa çalışırıq. Uşaq tərbiyəsi də eyni şəkildə. İkinci problemlərdən biri ailələrin dağılmasıdır. Ailədə ata və ananın rolu ayrıdır. Biz atanın üstünlük təşkil elədiyi bir cəmiyyətdə yaşayırıq. Və ata uşaqla məşğul olmağa başlayanda uşaq istər-istəməz o dərsə və ya gördüyü işə yönəlməyə başlayır. Ata bir model olur. Buna görə də bəzi ailələrdə ata olmayınca sanki uşaq rəhbərsiz, başsız və yaxud da ya da ki, elə bir ana olmalıdır ki, çox sərt olmalıdır, duyğularını bastırmalıdır. Bu da çox çətindir bir ana üçün, üzərinə iki yük düşür. Bu ən böyük problemlərdən biridir. Bizi də hər zaman narahat edən bir məsələyə toxundunuz. Boşanmalar və boşanmalar ölkəmizdə təəssüf ki, say baxımından heç də az deyilməyəcək qədər çoxdur. Bunun əlbəttə ki, təsirləri sözsüz ki, birinci övladlara, mənfi təsirləri övladlara dəyir. Əlbəttə ki, həyat müştərəkdir, qadın olsun, kişi olsun, övladın tərbiyəsi olsun. Burada hər kəsin, həm kişinin, həm qadının ortaq rolu var, hər birinə ayrılmış rol var. Övladın bunların hər birindən götürəcəyi dərslər var, ibrətlər var. Və siz çox gözəl qeyd elədiniz, nümunə olmağı. Yəni, əgər övlad ailədə bir davranışı görürsə, onu etməyə çalışacaq. Əgər başqa bir davranış forması görürsə, istər-istəməz onun da uyğun davranışın bu olduğu haqqında şuur altında bir fikir formalaşacaq. Mən buradan başqa bir istiqamətə gəlmək istəyirəm Faiq müəllim. Təbii ki, valideyn himayəsindən məhrum olan uşaqların tərbiyəsi müəyyən zaman ailənin tək bir fərdinin öhdəsində olur. Bəzən yaxın ətrafın öhdəsində olur. Ancaq burada başqa bir şey var. Həm atası, həm anası olan, atanın, ananın kifayət qədər qayğı göstərməyə, tərbiyələndirməyə çalışdığı bir cəmiyyət var. Əslində bizim cəmiyyətimiz mənəvi dəyərlərinə, əxlaqi dəyərlərinə hörmət edən, onları yaşatmağa çalışan cəmiyyətdir. Amma digər tərəfdən vurğuladığı sosial şərtlər istər-istəməz insanların bəlkə bunun üçün vaxtı müəyyən qədər az qalır. Bununla yanaşı başqa bir mənfi təsir göstərən məqam var. Bu sosial şəbəkələr. Xüsusilə texnologiya, kommunikasiya vasitələrinin çox rahat əlçatanlığı. Yəni artıq hər kəsin evində telefon var, hər uşağın əlində belə baxanda telefon var. Və o elə bir pəncərədir ki, oradan dünyanın hər bir yerinə getmək olar. Orada artıq müəyyən bir əxlaqi normadan söhbət gedə bilməz. Bizim qəbul etdiyimiz əxlaqi normalar orada tamamilə başqadır. Və bu da istər-istəməz uşaqların tərbiyələnməsində mühüm rol oynayır. Bax, istərdim bu məsələyə sizin münasibətinizi öyrənim. Mənəvi və dini mövzu ilə texnoloji mövzunu birləşdirməyə çalışsaq, bəzi qeydlər deməyə məcbur qalırıq. Nə kimi? Birincisi, texnologiyadan istifadə etmək haram deyil. Bəli. Bunu dinimiz yeni elmi texniki tərəqqiyə tamamilə isti yanaşan bir dindir. Bu texnoloji keyfiyyətləri və ya inkişafı
daha çox xeyirli şeylərə yönəltmək lazımdır. Uşağa yox deyə bilmək. Hər uşağın müxtəlif yaş dövrü var və hər yaş dövrünə aid başqa bir davranış, başqa bir yanaşma olmalıdır. 5 yaşında uşağa yanaşdığımız kimi 15 yaşında bir demək olar ki, gəncləşmə dövrünə ayaq qoyan övlada yanaşmaq eyni ola bilmir. Eyni olmamalıdır da. Bəzən biz uşaqların bütün ehtiyaclarını ödəməyə çalışırıq. Onları pambıqlar içərisində böyütməyə çalışırıq və bunun ən böyük problemi də texnologiyadır. Uşaq ağlamasın, telefonu ver, kompüter al, oynasın, kimi başı qarışsın, kimi şeylər var. Dostlarından geri qalmasın. Bəli, telefonun markasını biraz daha artıraq kimi. Bu məsələlər uşağa həddən artıq mənfi təsir göstərir. Nə mənada? Əvvəlcə uşaq yoxu öyrənmir. Olmazı öyrənmir, bilmir. Məsuliyyətli olmaqdan xəbərsizdir. Mən bu sosial şəbəkəyə girərəm, girərkən kimlərlə danışmalıyam? Mən bu oyunu oynayıram, oynamalıyammı? Dərsim qalıb orada. Bu məsuliyyət hissi uşaqda olmalıdır. Uşağa ən kiçik yaşlarından öyrətmək lazımdır. Hətta bir düşüncə sahibindən soruşurlar ki, mənim uşağım 5 yaşındadır, onu necə tərbiyə edeyim? Deyir, çox gecikmisən. Uşaq ana bətnində öyrənməyə başlayır. Ana bətnində ana necə davranırsa, anaya qarşı necə davranılırsa, o şəkildə də uşaq yetişir. Burada sosial şəbəkədə iki əsas məqam var. Birincisi, məlumatı seçmək və uşağı müsbət yerə yönləndirmək. Telefondan şahmat öyrənmək üçün istifadə eləmək olar. Oyun oynamaq istəyirsə, düşüncəsini inkişaf etdirmək. Telefondan dərsi ilə bağlı bəzi oyunlar, zəka inkişaf etdirən oyunlar və ya proqramlar yükləyib öyrətmək olar. Dil öyrənmək olar, məsələn, proqram vasitəsilə. Onu da müəyyən vaxt çərçivəsində eləmək daha yaxşıdır. Onunla yanaşı uşağı təbiətə sövq etmək, öz aralarında digər uşaqlarla və ya valideyn özü müxtəlif oyunlar uşaqlarla qurmaq. Bu Qur'an insanlar üçün bir bildirişdir. Qoy onunla həm qorxsunlar, həm Allahın tək ilah olduğunu bilsinlər, həm də ağıl sahibləri düşünüb ibrət alsınlar. Adətən müasir cəmiyyətdə biz övladlarımızı maddi baxımdan təkmilləşdirməyə çalışırıq. Onları həm elm cəhətdən qüvvətləndirməyə, həm bədən cəhətdən qüvvətləndirməyə, həyatın gerçəklərinə hazırlamağa çalışırıq. Ancaq onların digər insani tərəflərini bəzən gözdən qaçırırıq. Mərhəməti, sevgini, yaxşılığı, dürüstlüyü, ətraf mühitdən də bəzən övladlar, uşaqlar bunlara şahid olur. Dürüstlüyün bəlkə də onlara xeyir gətirmədiyini, mərhəmətin bəlkə də onlara xeyir gətirmədiyini ətraf mühitdən öyrənir, yaşadıqca, gördükcə təcrübələrindən öyrənir. Amma biz bunların heç birinə əhəmiyyət vermədən, gerçək olanın, ideal olanın, Allah qatında dəyərli olanın, yaxşılığın, mərhəmətin, mənəviyyatın, insanlara əl tutmağın, xeyirxah olmağın, insanlara faydalı olmağın, əlbəttə ki, uşaqlara aşılamaq məcburiyyətindəyik. Bax, bu iki tərəfi həm maddi cəhətdən, həm də mənəvi cəhətdən övladların inkişafını əsla təsadüflərə həvalə etməməliyik. Faiq müəllim, mən sizə çox təşəkkür edirəm. Bilirəm ki, bu mövzu həddindən artıq genişdir və hətta silsilə mövzular bu haqda hazırlamaq olar. Amma bu qısa vaxt ərzində mənə elə gəlir ki, əsas məqamlara sizinlə toxuna bildik. Təşəkkür edirəm vaxt ayırıb gəldiyiniz üçün, minnətdaram. Xoşdur. Hörmətli tamaşaçılar, bununla da verilişimiz başa çatır. Haqqın Dərgahı verilişinin növbəti buraxılışında görüşmək ümidi ilə sağ olun, salamat qalın.